Bir dələduzluq hadisəsi də, daha doğrusu üsulu da mebel satanlarla bağlıdır. Dırnaqarası mebel satçılarından söhbət gedir. Bunu hər kəsə şamil eləmək olmaz təbii ki. Təsəvvür edin, cəmaət mebelin şəklini görür və buna əsasən sifariş verir, hətta pulunu da ödəyir, amma tam ayrı mənzərə ilə üzə qalır. Mövzuna bağlı reportajımızda. Xaçmaz rayon sakini Fəhmin Cavadov Instagramda Zara Mobilya adlı səhifədə mebellərin şəklini görüb, oktyabr ayının 5-də 2300 manata yataq dəsti sifariş verib. Amma yataq dəstindən hələ də xəbər yoxdur. Danışdıq, razılaşdıq, ölçüləri göndərdim və oktyabrın 25-i çatdırılacağına söz verdi. Beh istədi məndən əvvəlcədən 1350 manat. Oktyabrın 20-si yenə mənimlə əlaqə saxladı və söylədi ki, aksesuarlar üçün əlavə 400 manat pul lazımdır. Ümumilikdə 1750 manat beh formasında buna göndərdim. Taxmasi mebelləri göndərmədi. Bahanələr başladı gətirməyə ki, gah boya qurumayıb, gah maşın xarab olub, gah avadanlıqda problem var, gah kimsə rəhmətə gedib. Şikayətçi olan təkcə Fəhmin Cavadov deyil, sosial şəbəkələrə göz atmaq kifayət edir ki, bu səhifə haqqında kiçik də olsa təsəvvür yaransın. Elə biz də əvvəlcə özümüzü müştəri kimi təqdim etdik. Sosial şəbəkədə qeyd olunan mağazaya gəlib mebellərə baxmaq istədiyimizi bildirəndə bizə Sabunçu rayonu Balaxanı qəsəbəsində olan ünvanlarını dedilər. Sosial şəbəkədə qoyulan bu şəkillər və eləcə də göstərilən ünvan heç də reallığı əks etdirmir və elə insanlar da burada gördüklərinə aldanaraq üz tuturlar bura. Elə biz də əvvəlcə əlaqə saxladıq və ünvan istədik. Bizə sözügedən bu ünvanı göstərdilər. İndi isə qapını açmadılar, amma içəri baxanda isə biz sadəcə orada 2 mebel gördük, o da ki köhnə. Biraz keçdikdən sonra özünü sexin mühafizəçisi kimi təqdim edən Ruslan Məmmədov adlı şəxs bizə yaxınlaşdı. Əvvəlcə bizə dedi ki, sex fəaliyyətini dayandırıb. Amma ona ünvanladığımız suallardan sonra bu dəfə sexin işlədiyini, amma dəzgahın işləmədiyini bildirdi. Bir daha bunu yığışdırın burada. Mən xahiş edirəm sizdən. Onu yığışdırın orada. Deyin də siz deyin. Heç kim işləmir. Heç kimdən də pul alıb burada heç kimi allatmır. Hal-hazırda salon xarabdır. Ona görə də işləmirlər. Bu günləri heç kim işləmir. Həm də toyları var. Eşidirsə, birinci bura köhnə vəziyyətdə mebel yoxdur. İçəri belə deyək də siz açdırmaq istəyirsiniz qapını. Mən də sizə deyirəm ki, içəridə hamısı təzə mebellər yığılıb, hamısı vitrindir. Daha sonra sexin rəhbəri Təhmasib adlı şəxslə əlaqə saxladıq. O bizə tezliklə cavab verəcəyini dedi. Bir müddət sonra yenidən Ruslan Məmmədov bizimlə əlaqə saxladı və müxtəlif bəhanələr gətirməyə başladı. Mal gecikə bilər, salondur xarab olur, bir faza olmur, bir də görsən ərazidə remont gedir, bir faza yoxdur. Getdiyin yerdə başını dəmirə deyir, yıxılırsan, gedirsən. Yəni həyatda olan şeylərdir bunlar. Yəni gecikmə ola bilər, amma biz heç kimin bu vaxta kimi nə pulunu, nə bir şeyini yeməmişik. Son olaraq isə Zara Mobilyadan bildirdilər ki, kimin ki sifarişi təhvil verilməyib, sabah hamısı ünvanlara çatdırılacaq. Sabah mebellər gəlib çatmasa, zəhmət olmasa bizə bu barədə bildirin. Görə vəziyyət necə olur?